Mayın 5-də Şəhərsalma və Memarlıq ili çərçivəsində Yeni Azərbaycan Partiyasının mərkəz aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə müasir şəhərsalma vizyonu, ənənə və innovasiyanın harmoniyası rəqəmsal ideya müsabiqəsinin bağlanış mərasimi keçirilib. Tədbirdən öncə Bakı Slavyan Universitetinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra Bakı Slavyan Universitetinin Heydər Əliyev adına muzey lektoriyasında YAP sıralarına yeni qəbul olunmuş tələbə gənclərlə görüş keçirilib və onlara partiyaya üzvlük vəsiqələri təqdim olunub. Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Yeni Azərbaycan Partiyasının media qrupunun hazırladığı Şəhərsalma və Memarlıq ilinə həsr olunmuş video çarx nümayiş olunub. Burada qurulan hər bina sabahın təməlini qoyur. YAP mərkəzi aparatının gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyə Musayeva müasir şəhərsalma vizyonu, ənənə və innovasiyanın harmoniyası rəqəmsal ideya müsabiqəsinin hesabatını təqdim edib. O bildirib ki, bu il sadəcə 4-cü dəfə keçirilən müsabiqəyə Respublikanın 65 inzibati ərazi vahidindən ümumilikdə 1418 müraciət daxil olub. Qeydiyyatdan keçən gənclər arasından ən uğurlu 120 iştirakçı seçilib. 30-dan çox təhsil müəssisəsini və 20-dən çox şəhər və rayonu təmsil edən gənclər komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar. Qeyd olunub ki, rəqəmsal ideya müsabiqəsinin başlıca məqsədləri Prezident İlham Əliyevin gənclərin qarşısına qoyduğu strateji hədəflərə uyğun olaraq intellektual, innovativ düşüncəyə malik gənc liderlərin formalaşmasına töhfə vermək, gəncləri şəhərsalma və memarlıq sahəsində tətbiq olunan müasir yanaşma və alətlərlə tanış etmək, o cümlədən cəmiyyətə faydalı texnoloji həllərin tətbiq olunmasını təşviq etməkdir. Sonra rəqəmsal ideya müsabiqəsinin hesabat video çarxı təqdim edilib. Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda şəhərsalma və memarlıq ili elan edilməsi ölkəmizdə şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişini nəzərə almaqla mühüm tarixi əhəmiyyətə malikdir. Onun sözlərinə görə Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli siyasət nəticəsində şəhərimizin qədim tarixi ənənələri, elm, texnologiya və innovasiyaların cəmləşdiyi mükəmməl şəhər modelini səciyyələndirir. Onun sözlərinə görə Bakı Slavyan Universitetinin şəhərsalma və memarlıq ili və digər müvafiq fəaliyyət planları çərçivəsində müxtəlif tədbirlər keçirilir. Fənlər arası tədqiqatlar təşviq edilir. Dayanıqlı və inklüziv universitet modelinin qurulması istiqamətində addımlar atılır. Çıxış edən YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycanın müasir siması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər istər SSR dövründə, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman şəhərsalma siyasəti strateji prioritetlərdən biri kimi müəyyənləşdirilərək, paytaxt Bakıda və Respublikanın bütün bölgələrində milli mənəvi dəyərlərə əsaslanan, tarixi yaddaşı qoruyan və gələcəyə yönələn məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev siyasətini bütün istiqamətlərdə müvəffəqiyyətlə davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr paytaxt Bakının modernləşməsinə və regionların sosial-iqtisadi inkişafına təkan verməklə şəhərsalma təcrübəsi baxımından mütərəqqi nümunə yaratmış, tarixi irsimizin gələcək nəsillərə ötürülməsinə etibarlı zəmin formalaşdırmışdır.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərarın qəbulu isə Azərbaycanın dayanıqlı inkişaf siyasətinə, o cümlədən beynəlxalq müstəvidə şəhərsalma prosesinə töhfələrinə verilən yüksək qiymətin bariz göstəricisidir deyə YAP sədrinin müavini əlavə edib. O, həmçinin Yeni Azərbaycan Partiyasının ümumilli liderin ideyalarını rəhbər tutaraq dövlətçiliyin möhkəmləndirilməsində və siyasi sabitliyin qorunmasında mühüm rol oynadığını deyib. YAP sədrinin müavini bildirib ki, artıq ənənə halını almış və innovativ ideyaların təşviqi üçün mühüm platform olan rəqəmsal ideya müsabiqəsi gənclərimizin istər intellektual potensialının üzə çıxarılması, istər ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, istərsə də kommunikasiya bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında bildirib ki, şəhərsalma və memarlıq sahəsi indi bütün dünyada keyfiyyətcə yeni mərhələyə keçid alır. Bugün şəhər və region miqyaslı layihələr böyük data əsasında hazırlanır. Qərarlar rəqəmsal modellərlə yoxlanılır. Şəhər sistemləri əvvəlcədən simulyasiya edilir. Azərbaycan bu transformasiyanın aktiv iştirakçısıdır. Son illərdə ölkənin 79 şəhərindən 68-inin yeni baş planlarının hazırlanması və təsdiqi təmin olunub. İşğaldan azad edilmiş ərazilərin ümumi planı, həmin ərazilərdə yerləşən 12 şəhərdən 8-nin baş planı, eləcə də 101 qəsəbə və kənd yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanaraq təsdiq olunub. Bu sənədlər vətəndaşlarımızın geri dönüşü üçün müasir və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına, həmçinin həmin ərazilərdə tikinti fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradıb. Elm və Təhsil Naziri Emin Əmrullayev rəqəmsal ideya müsabiqəsinin gənclərin intellektual inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib. O qeyd edib ki, şəhərsalma və memarlıq ili çərçivəsində ali təhsil müəssisələrinin uğurlu nəticələrini uzun müddət ölkəmizin inkişafına təsir edən mühüm amil kimi xatırlayacağıq. Şəhərlər haqqında danışarkən aydın olur ki, bu yalnız memarlıq məsələsi deyil. Burada şəhərdə birgə yaşayış və urbanizasiyanın müasir tələblərinə cavab verən insanların istər sosial mədəni davranışları, istər onların gündəlik həyatının təşkili, istərsə də böyük şəhərlərin idarə etməsində logistik məsələlərdən söhbət gedir. Yəni, bu tipli fərqli məsələlərin həlli müxtəlif səpkili kadrları tələb edir. İnanıram ki, Azərbaycan məktəbləri və ali təhsil müəssisələri gələcək nəsillərin hazırlanmasında qarşıya qoyulmuş vəzifələrə nail ola biləcəklər deyə Emin Əmrullayev fikirlərinə əlavə edib. Gənclər və İdman Naziri Fərid Qayıbov qeyd edib ki, Prezident İlham Əliyev gənclərin intellektual və innovativ potensialının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdi. Bu sahədə ardıcıl dəstək siyasəti həyata keçirir. Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində gənclərin ideyalarının dəstəklənməsi istiqamətində müxtəlif layihələr təşkil olunur. Bu istiqamətdə dövlət və özəl sektor tərəfdaşları ilə birgə müxtəlif proqramlar reallaşdırılır. Bu sırada hakatonlar, ideya müsabiqələri və startap yönümlü forumlar xüsusi yer tutur. Eyni zamanda gənclərin karyera inkişafı üçün sərgilər, əmək yarmarkaları, mentorluq və təlim proqramları təşkil olunur. Bununla yanaşı süni intellekt və rəqəmsal texnologiyalar sahəsində gənclərin bacarıqlarının inkişafı istiqamətində də xüsusi təşəbbüslər həyata keçirilir. Sonra müasir şəhərsalma vizyonu, ənənə və innovasiyanın harmoniyası, rəqəmsal ideya müsabiqəsinin qalibləri mükafatlandırılıb. Birinci yerin qalibi Zəngəzur, ikinci yerin qalibi İçərişəhər, üçüncü yerin qalibi İsmailiyyə komandaları. Bir qalanın sirri intellektual oyunun qalibi isə İsa Bulaq olub. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Daha sonra Bakı Slavyan Universitetinin tələbələrinin ifasında konsert proqramı təqdim olunub.